Bu qarşılaşdırma budaq cümləsi adı ilə dəyişdirilir. Əvvəl adı qarşılıq güzəşt budaq cümləsi idi, o tərtibində işlənirdi. Baxın, məsələdə də qarşılaşdırma bağlayıcısı həm tabiiz, həm də tabiini işlənir. Gəlin iki cümlə göstərim, ümumi olaraq, onu da yadınızda saxlayın. Tabelsiz mürəkkəb cümlələr olur ki, bunlar tərəfləri parçalanır. Tabelidə isə parçalana bilmir. Mütləq asılıdır bir-birinə. Deməli, baxın, mən gəlmişdim, amma sən yox idin. Bu tabelsizdir. Mən gəlmişdim də parçalaya bilərəm, sən yox idin də parçalaya bilərəm. Amma deyirəm, hərçənd mən gəlmişdim, ancaq sən yox idin. Artıq hərçənd artırılanda bu tabeli mürəkkəb cümlə olur və bunlar parçalana bilirlər. Və ona görə olsun ki, bu həm tabeli, həm də tabelsiz mürəkkəb cümlənin tərəfləri arasında işlənir. Səbəb bağlayıcıları hər hansı bir olmuş hadisənin səbəbini müəyyən etməyə çalışır. Bu bağlayıcılar cümlənin əvvəlində olur, ona görə orada bir vergül görmürük. Və yaxud da ola bilər ki, ikinci cümlənin əvvəlində olsun, o da birinci cümlədən sonra vergül qoyulur. Yəni, bu bağlayıcılardan əvvəl qoyulur. Şərt bağlayıcıları da cümlənin əvvəlində olur, ola bilər ki, ikinci cümlənin əvvəlində olsun. O zaman birinci cümlə bitəndən sonra vergül qoyula bilər. Amma istənilən halda görür ki, onlar başda olur. Bir halda ki, gəlmirsən, o da gəlir. Əgər oxumamısansa, buna əvvəlcədən deyil. Baxın, əgər oxumamısansa, vergül, buna əvvəlcədən deyil. Burada artıq vergülün bağlayıcıya aidiyyatı yoxdur. Sonra, burada aydınlaşdırma da var. Aydınlaşdırma ki, belə ki. Deməli, bu səbəbdir, şərtdir, güzəştdir. Bunlarda bu bağlayıcılardan sonra vergül olur. Ümumiyyətlə yadda saxlayın ki, sadəcə ki görürük, orada vergül olmalıdır deyə belə bir qayda yoxdur. Yalnız ki, belə ki bağlayıcılarından, yəni ki'dən təşkil olunmuş, yalnız ki, belə ki bağlayıcılarından sonra vergül qoyulur. Vəssalam. Bağlayıcılar sadə və mürəkkəb olur. Mürəkkəblər ayrı yazılır, biçik yazılanlar. Yalnız bunlardır. Hər ya, ha belə, halbuki. Baxın, burada biz bunların mürəkkəb olduğunu necə yəqin edirik. Səhər var, əvvəldir, gah bağlayıcıdır, var əvvəldir, belə əvvəldir. Hal isimdir, bu əvvəldir, iki bağlayıcıya əvvəldir. Yəni, bunlar leksik və ya qrammatik məna olaraq daşıdığına görə də biz bunları deyə bilirik. Amma orada nə ilkində bəzən mürəkkəb götürürlər, o düzgün deyil. Çünki nə ayrı ola bilər, in yoxdur, nə in də yoxdur. Ona görə nə ilkini mürəkkəb götürə bilmirik. Baxın, mürəkkəblər belə yazılır, vergül haqqında da sizə məlumat verir. Yoxdur, vəssalam.